Biz özümüzü kiməsə biabır edirik. Papaq Lunch restoranında 20 yanvar Hüzün günü niyə tarixi və milli dəyərlərə hörmət olunmur? Bu kimi halların tariximizə biganəliyi ifşa olunub düzəlməlidir. 1990-cı il yanvarın 19-undan 20-sinə keçən gecə, həmin gecə Azərbaycan xalqı tarix yazırdı. Həmin gecə xalq öz müqəddəratını özü həll edirdi. Əliyalın insanlar azğınlaşmış Sovet ordusunun tanklarının, silahlarının qarşısına çıxmışdı. Həmin gecə analar övladlarını, körpələr atalarını, gənc qadınlar həyat yoldaşlarını itirdi. Bu xalq müstəqilliyi şənliklə yox, qanı ilə qazandı. Bu dövlət məclislərlə yox, şəhidlərin cənazələri üzərində qurulub. 20 yanvar Azərbaycan xalqının yaddaşına qanla yazılmış, heç vaxt silinməyəcək bir tarixdir. Bugün hüzün günüdür, bugün sükut günüdür. Bugün hörmət günüdür. Amma görünən odur ki, bunu hələ də anlamayanlar var. Xalq olaraq Papaq Lunch adlı məkanda vur çartlasın, çal oynasın başlıqlı xəbər paylaşmışdıq. Xəbərdə yer alan video görüntülər 19 yanvardan 20 yanvara keçən gecə saat 03:47-də məhz Papaq Lunchda olan müştərilərdən birinin TikTok platformasında açdığı canlı yayın əsasında hazırlanıb. Videoda şəxslərin üzləri bağlanıb, masada olan içki məclisində iştirak edən gənclər və yaxud xarici ölkənin vətəndaşı ola bilər. Amma və lakin, videolarda içki var, məclis var, əyləncə var. 20 yanvar gecəsinə zidd olan hər şey açıq-aydın ortadadır. Bundan sonra özünü Papaq Lunch'ın sahibi kimi təqdim edən bloger Hüseyn Əzzoğlu özünü Instagram səhifəsində video paylaşaraq bildirib ki, güya məkanda heç bir musiqi olmayıb, məclis keçirilməyib. Papaq Lunch 19-undan 20-sinə keçən gecə fəaliyyətini dayandırıb. Hüseyn Əzzoğlu ya gecikir, ya da tələsir. Biz onu qınamırıq. Çünki onun yaşı 20 yanvarın nə olduğunu dərindən dərk etməyə yetmir. Hüseyn Əzzoğlu dünyaya gələndə xalq 20 yanvar şəhidlərinin 5-ci il dönümünü qeyd edirdi. Məktəbə gedəndə isə 11-ci illiyini. Sadəcə xatırladırıq ki, 20 yanvar TikTok üçün kontent deyil. 20 yanvar storylik gün deyil. Bugün hüzün günüdür və bugün hüznə hörmət etmək hər kəsin borcudur. P-A-P-A-G-M-U-S-İ-K-H-A-L-L. Nə oldu? Çayxana. Yeri soxumsunuz. Dava cəhənnəm olun. Əgər Hüseyn Əzzoğlu israrla iddia edirsə ki, heç nə olmayıb, bu böhtandır, video yalandır, buyursun, meydan açıqdır. Canlı yayım görüntüləri var, videolar mövcuddur. Sübutlar ortada, masaların üzərindəki içkilər də tən ortada. Hansı formada istəyirsinizsə araşdırılsın. Əziz Hüseyn Əzzoğlu, 20 yanvar günü belə hallara yol vermək Instagram, TikTok videosu çəkməyə bənzəmir. Bu xalq hər şeyi unuda bilər, amma şəhidlərinə heç vaxt. Qeyd edək ki, hüquq mühafizə orqanları belə davranış sərgiləyənlərlə bağlı mütəmadi profilaktik tədbirlər keçirir. İnanırıq ki, bu hadisədə qanunvericiliyə uyğun olaraq araşdırılacaq və lazımi tədbirlər görüləcək. Video qeydiyyatı aidiyyəti qurumlara təqdim etməyə hazırıq.